Bu gecə paytaxt Bakıda restoranda kütləvi zəhərlənmə hadisəsi baş verib. Zəhərlənmənin Venesiya Şadlıq Sarayında olduğu bildirilir. Təbibdən verilən məlumata görə hadisə zamanı 25 nəfərin zəhərlənmə faktı qeydə alınıb. Zərər çəkənlər kliniki tibbi mərkəzə yerləşdirilib. Onların konkret hansı yeməkdən zəhərləndiyi hələlik məlum deyil. Kliniki tibbi mərkəzdən verilən məlumata görə aprelin 19-da 23-ü qadın, 9-u kişi cinsli olmaqla ümumilikdə 32 nəfər dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə kliniki tibbi mərkəzin təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib. Bildirilib ki, dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxış olub, zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, bu gecə Bakıda 32 nəfərin toyda zəhərlənməsi faktı araşdırılır. Qeyd olunub ki, baş verən hadisənin səbəbləri, hadisənin qida zəhərlənməsi olub-olmamasına dair Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən birgə araşdırmalara başlanılıb. Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək deyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.